şəfəqinlə nur saçırsan. Azərbaycan Yazıçılar Birliyinin Lənkəran filialının Şəfəq jurnalının 35 illiyinə. İllər keçir, cənubdasan, şəfəqinlə nur saçırsan. Həm jurnalsan, həm kitabsan, gələcəyə yol açırsan. Bölgədəki yazarların vardır qılınc və qələmi, vətəndir, dövləti, varı, sehirlidir söz aləmi. 44 günlük döyüşlərdə vətən qalxmış dayağa, xalqla ordu arasında yazarlar döndü dayağa. Qəhrəman ordumuz ilə azad etdik Qarabağı, Azərbaycan gəldi dilə, cənnət edək bu torpağı. Qazilərdən, şəhidlərdən söz yazan şəfəq olacaq. Real canlı şahidlər də dünyamıza səs salacaq. Yaşın çatır 35'ə, güc verirsən yaratmağa, ömrün çatsın 95'ə, üzündən nur yağa yağa.